Salam əziz müəllimlər. Bu gün sizlərlə Güvən Test Bankından ifrazat mövzusuna aid iki testə baxacağıq. Hansı ki, e, anlamaqda çətinlik çəkdiyiniz 11-ci və 13-cü testlərə baxacağıq burada. E, 11-ci sualda nə deyir? Böyrəklərdə sidik əmələ gəlmə prosesi ilə əlaqəli qrafikdə vena damarı hansı rəqəmlə göstərilmişdir? Baxın müəllimlər. Zaten bu 11-ci sual ilə 13-cü sual təxmini bir-birlərini izah edir. Belə deyək. Məsəl üçün, qrafikdə 1 ilə işarələnmiş hissəyə baxdığımız zaman, baxın bu hissəyə, burada qrafikimiz nədir? Sabitdir və müəyyən bir nöqtədən başlayıb, sabit olaraq irəliləyib. Demək ki, bizdə buradakı damarda qandakı qlükoza miqdarı dəyişməmişdir. Demək ki, bu arteriya ola bilər, vena ola bilər. Yəni, burada kapillərdən söhbət gedə bilməz. Çünki mübadilə prosesi baş verməmişdir. Baxın, bu şəklə aşağıdakı 13-cü sualdakı şəklə nəzər yetirsək, buradakı birinci qrafikimiz uyğun gələcək bir rəqəmi ilə işarələnmiş olan hissəmizə. Yəni, burada həmin bu böyrəyə daxil olan arteriya ki var, bu arteriyadan söhbət gedir birinci qrafikdə. Bu arteriya daxil olacaq hara? Böyrəyin daxilinə. Böyrəyin daxilinə keçdikdən sonra nefronun içərisinə daxil olaraq nefronda kapillər yumaqcıq dediyimiz hissəni əmələ gətirəcək və kapillər yumaqcıqdan qədəhə bənzər kapsulun içərisinə süzülmə gedəcək. Hansı ki, burada qlükozanın miqdarı neyləmiş olacaq? Azalmış olacaq qan damarlarında. Və qrafikimiz ikinci olan hissəmiz nə oldu? Kapillərlərimiz. Daha sonra burada kapsulun içərisində süzülmə getdikdən sonra damar yenidən çıxış edəcək. Yəni, hansı damar? Arteriya damarı. Yəni, bu 2 ilə işarələnmiş hissə. Bu 2 ilə işarələnmiş hissə yenə də həmin bu 3-cü qrafikimizə, yəni sabit olan hissəyə uyğun gələcək. Dördüncü hissə hansı olacaq? Dördüncü hissə artıq enən qol, Henle ilgəyi və qalxan qol. Bu hissədə olan kapillər şəbəkəyə aid olacaq. Və qlükozanın miqdarı yenidən neyləmiş olacaq? Artmış olacaq. Daha sonra 5-ci hissədə görürük ki, yenə də sabit olaraq irəliləyibdir. Və sabit olaraq irəliləmə nədir? Həmin bu damarın gəlib böyrək venasına daxil olması deməkdir. Yəni, bizim 5-ci qrafikimizdə olan qlükoza miqdarına əsasən və sabitliyə əsasən biz deyəcək ki, 5-ci qrafikimiz olacaq nə? Vena damarı olacaq. Daha sonra baxaq nəyə? Demək ki, burada cavabımız oldu Y variantı. Daha sonra baxaq növbəti suala. Deməli, mən bunu silim. 13-cü suala baxdığımız zaman bizə nə deyir? 13-cü sualda deyir, orta yaşlı sağlam insanın böyrək nefronunun quruluşu və onda olan bəzi damarlar sxemdə rəqəmlərlə göstərilmişdir. Tamam, göstərilsin. Hansı damarlarda axan qanda karbon qazı və sidik cövhərinin qatılığı daha çoxdur, deyir. Mən müəllimlərimə qan damar sistemini keçərkən, həm qan damar sistemini keçərkən, həm də ifrazat sistemini keçərkən hər iki halda bu qanın dövr etməsi prosesini başdan sona izah edirəm və tərkibini də eyni şəkildə. Və burada göstərilən nədir? 1 ilə işarələnmiş, yəni burada nədir? Böyrək arteriyasıdır. Daxil olub, yenə təkrar edirəm, nefron daxilinə. Nefron daxilinə kapillər yumaqcıq, daha sonra çıxış edibdir yeni arteriya. Gəlib burada yenidən kapillərlara şaxələnibdir. Kapillərlara şaxələnəndən sonra gəlib
yenidən çıxış edir böyrək venasına. Və burada bizim karbon qazı və sidik cövhəri qatılığı daha çoxdur deyir. Karbon qazımızın qatılığının daha çox olduğu hissə artıq bir dəfə burada kaplyar şəbəkə əmələ gətirib, bir dəfə də burada kaplyar şəbəkə əmələ gətirib. Yəni iki dəfədən bu proses gedibdir. Artıq üç rəqəmi ilə işarələnmiş hissədə ki, hansı ki venaya keçid edəcək. Burada artıq e, həmin bu qan damarının tərkibindəki bütün oksigen demək olar ki, sərf olunub. Bütün deməyək, yəni də çox bir hissəsi sərf olunub və gəlib venaya birləşəcək. Demək ki, bu hissədə mənim karbon qazımın qatılığı daha çox olmuş olacaq. Çünki iki dəfə bura qədər, üçə gələnə qədər iki dəfə kaplyar şəbəkə əmələ gətirib və hər birində də həmin bu oksigenin verilməsi və karbon qazının qəbul edilməsi baş veribdir. Deməli, oldu karbon qazımızın qatılığı ən çox 3-də, hansı ki gəlib venaya keçid edilən hissədə. Sidik cövhərinin qatılığı harda çox olar desə, mən bilirəm ki, sidik cövhərim mənim yaranır qaraciyərimdə. Qaraciyərimdə yaranır. Qaraciyərdə sidik cövhəri yarandıqdan sonra mən bilirəm ki, qaraciyərdən çıxan damar aşağı boş venaya töküləcək və aşağı boş vena ilə gələcək ürəyə. Ürəyə gəldikdən sonra kiçik qan dövranı baş verəcək. Yəni ağciyərlərə gedəcək qan, ağciyərlərdə təmizlənəcək, yenə qayıdacaq hara? Ürəyə. Yəni ürəyin sol qulaqçığına və oradan keçid edəcək sol mədəciyinə. Və sol mədəcikdən yenidən həmin bu içərisində olan o sidik cövhəri ilə bərabər qan dövranı, böyük qan dövranı başlanğıcını götürəcək. Böyük qan dövranı başlanğıcını götürdükdən sonra gələcək hara? Yenidən bir arteriya damarı da böyrəyə gəlmiş olmurmu? Olur. Sidik cövhəri böyrəyə gəldiyi anda bu arteriya bir rəqəmi ilə işarələnmiş böyrək arteriyası, hansı ki böyrəyə daxil olan anda ən çox qatılıqda olmuş olur sidik cövhərinin miqdarı. Və buraya daxil olur nəyə? Nefron daxilinə. Nefron daxilində süzülmə gedir müəyyən qədər. Təzədən 2 rəqəmi ilə yenidən arteriya ilə çıxacaq. Təzədən enən qol, Henle ilgəyi, qalxan qol. Burada yenidən kaplyar şəbəkə əmələ gətirəcək. Burada da müəyyən qədər alqı-satqı olacaq. Daha sonra isə gəlib buradan töküləcək sidik çıxarıcı borulara. Bura sidik toplayıcı borulara, daha doğrusu sidik toplayıcı borulara keçid edəcək və buradan artıq böyrək ləyəninə, böyrək ləyənindən də sidik axarları ilə vasitəsilə sidik hissəsinə, sidik hissəsindən isə sidik kanalı vasitəsilə xaricə çıxarılmış olacaq. Yəni demək istədiyim, artıq buradan gəlib venaya ki daxil olur bu damar, burada artıq bu damar nəyi görməyəcək? Sidik cövhərini görməyəcək. Yəni ümumi bu hissə sidik cövhərini görməyəcək. Qalxan qoldan elə birbaşa buradan sidik neyniyir? Həmin bu sidik toplayıcı borulara daxil olur və buradan da bədəndən xaric olunacaq. Demək ki, bu ümumi quruluşda mən sidik cövhərinin ən çox olduğu hissə haranı gördüm? Bir rəqəmi ilə işarələnmiş həmin o arteriya damarında. Demək ki, burada biz tapmışdıq ki, karbon qazının qatılığı 3-də ən çox olmuşdu. Sidik cövhərinin qatılığının ən çox olduğu yer isə nədir? 1 ilə işarələnmiş hissə. Burada da cavabımız olacaq nə? Y variantı. Suallarımız bundan ibarət idi. İnşallah ki, sizlər üçün açıqlayıcı oldu, izah edici oldu. Müəllimlərin tələbi üzərinə bu şəkildə xırda hansı ki, suallar belə deyək, yəni dərindən izah tələb edir qarşıdakı insanların anlaması üçün.
İnşallah ki, bundan sonra da tələblər üzərinə bu cür sualların izahı sizlər üçün gələcəkdir. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.